uzanmışı ne yuxu değil, ne de xəyal değil. Şükür olsun Allah'a ki, gündə adını azanda 5 dəfə eşitdiyimiz, kəlmə-i şəhadətdə hər dəfə adı çəkilən məxluqatın, yaradılmışların hər birinin səbəbkarı Hz. Peyğəmbərimizin mübarək ziyarətgahının ərazisindəyik. Hasar ki var, biz daxil olduğumuz qapıdan dörd bir tərəfdə. Hasardan içəri daxil olduq, bilək ki, Hz. Peyğəmbərimizin huzurundayıq. Əhl-i Beytin öz hədisləridir ki, onları dünyasını dəyişəndən sonra ziyarət eləməklə, sağlıqlarında ziyarət eləməyin fərqi yoxdur. Sadəcə biz elə bilirik ki, sağlığında görmədik, dünyasını dəyişib, indi gəlmişik qəbrinin ziyarətinə. Əslində mənəvi baxımdan özləri buyururlar ki, hər ikisi eyni şeydir. Burada ucadan qışqırmaq, hörmətsizlik eləmək, sigaret çəkmək, artıq əski pis sözlər danışmaq, dünyada söhbət eləmək, bunların hamısı Peyğəmbərə qarşı hörmətsizlikdir. İnşallah ki, bu hörmətsizlikləri heç birimiz eləməyəcəyik və çalışacağıq ki, yoldaşlarımız da ola bilər insanıq çaşaraq yorğunçuluqdan bir-birimizə xatırladaq. Peyğəmbərimizin ziyarətgahının ərazisi, yəni hasar ki görürük dörd bir tərəf. O hasarın ərazisi 400.000 kvadrat metrdir. 400.000 kvadrat metr. Tam hər yerində namaz qılınanda eyni vaxtda 700.000 nəfər insan namaz qıla bilir. Yəni 1 milyondan biraz az. Fikir verirsinizsə minarələr var. Maşından gələndə də gördüyü baxın hər tərəfdə. 10 dənə minarədir Peyğəmbərimizin ziyarətgahının ərazisində. Hər biri də 105 metrdən ibarətdir. Peyğəmbərimizin ziyarətgahı bir neçə müqəddəs ziyarətgahlardan biridir ki, fikir verin, görsədirəm. Baxın, sütun kimi görsənir, sayı hesabı yoxdur. Onlar əslində indi qaranlıqdır deyənək biz görürük sütundur. Əslində səhər hava açılıb, günəş çıxanda onlar çətir kimi açılır, günəşdən qoruyur zəvvarları ki, kölgə düşsün, çox da isti vurmasın. Allah nəsib eləsin, sabahları açılma anın bir də görsün zəvvarlar gözü ilə görürlər. Allah'a həmd olsun, bizlərə nəsib eləyib, Allah arzusunda olanlara nəsib eləsin. Peyğəmbərimiz haqqında insan danışanda biraz məsələn, rahat dayanmışdırsa, özün yığışdırır bir şey ki. Necə tərif eləyəsən, necə danışırsan ki, ən üstün insandır, ən üstün varlıq olan Allah, ən üstün varlığı yaratdığı insan haqqında, yəni Peyğəmbər haqqında ən üstün kitabında tərif edir Quran-ı Kərimdə. Peyğəmbər haqqında kifayət qədər hədislər və kifayət qədər ayələr var Quran-ı Kərimdə.